Və Cəlil Cəlilov işarəsini verdi. Oyun başladı. Əlliç topu ona qaytara bilmədi. Lakin yenidən qazandı onu. Mərkəzi oynadı Anatol Nuriyev. Zərbə indirmədi. Mərkəzi ötürmə verdi. Rahman Aliyevin zərbəsi və Ricardo Fernandes topu tutur. İlk zərbə bu oyunda Sabah futbolçularından gəldi. Umar Ali Rahman Aliyev. Vasili Bakic. Bakic pressing altında topu itirir. Xəyal Əliyev. Rahman Aliyev ilə oynadı. Rahman Aliyev özü zərbə indirir. Amma zərbəsi alınmadı. Gəlin baxaq. Burada Xəyal əslində yaxşı mövqedə deyildi. Artıq Rahman Aliyevin önünü bağlamışdı. Onun ötürməsi ön dirəyə və az qala top Sabahın qapısından keçəcəkdi. Başla fərqləndi. Bu dəfə isə Radenovic topu uzaq küncə göndərmək çox yaxın idi. Bəxti gətirmədi. Santimetrlər Şamaxını qoldan ayırdı. Lakin Şamaxı komandanın əsas futbolçularından, liderlərindən birini buraxmaq istəmədi. Və Şamaxı indi hücumdadır. Rafael Məhərrəmli. Cinahdan ötürə başla zərbə və gol! Edgar Adilxanov hesabı açır. Şamaxı hesabda önə çıxar. Sağ cinahdan təşkil olunmuş hücum və Edgar Adilxanovun dəqiq zərbəsi. Bu dəfə başla. Bu dəfə hər şey Şamaxın istədiyi kimi oldu. Nə cinahda Rafael Məhrəmli qarşısına alan olmadı, nə də ki cərimə meydançasında, hətta qapçı meydançasında Edgar Adilxanovun yanında heç kim yox idi. Sabah müdafiəçilərindən çox rahat şəkildə, çox hündür boy olmayan Edgar Adilxanov çox da yüksəyə tullanmadan başla topu qapıya göndərdi. Stas Pakatilov artıq aciz idi, çox yaxın məsafədən zərbə indirilmişdi. 1-0. Dördüncü hakim tablonu göstərmişdi. Bəli, bir dəqiqə əlavə olunur. Və Sabah hücumdadır. Bu bir dəqiqə hücumda keçirməyə çalışacaq qonaqlar. Nuriyev, Xəyal Əliyev, Rahman Aliyev və topu qapını aralı keçir. Bakic irəli xəttə qalıb standart vəziyyətdən sonra Bakic sol ayaqla zərbə uzaq küncə dəqiq alınmadı. Çalışdı Lepinitsa Tuyk qaça bildi rəqibindən. Edgar'la oynadı. Edgar Adilxanov sol cinahda çəkdi sağına. Zərbəsi qapıya və top qapının üstündən keçir. Çox təhlükəli idi Edgar Adilxanov. Həqiqətən də futbolumuzun ehtiyacı var. Hər zaman olduğu kimi. Çox yaxşı zərbə indirmişdi əslində. Düzdür, mərkəzlə bunu etdi. Topu mərkəzlə qapı istiqamətə göndərdi, amma top cərimə meydançasına topu göndərdi. Radenovic uzaqlaşdırmağa çalışır. Rasabayev və Ricardo Fernandes daha bir zərbə başla və top qapı tirinə dəyərək meydanı tərk edir. İlk təhlükə. Kupusovic fərqlənməyə yaxın idi. Ricardo Fernandes'in qaytardığı topa baş qoydu. Kupusovic'ə bəxti gətirmədi. Top tirə dəyərək meydanı tərk etdi. Lepinitsa. Uzaqdan zərbə Kupusovic'in ifasında çox qeyri-dəqiq.